Ya Allah, salam aleykum YouTube kanalımın izləyiciləri, xoş gördük hər birinizi. Qardaşlar, satışa, şəxsi tikili. Bax, yenə deyirəm ha, şəxsi tikili həyət evi çıxıb. Bax, indi yazmayın ki, komentarlara ki, şəxsi tikili deyil. İndi şəxsi tikili adam rəng vurmasın öz evinə, öz evin belə bəzəyi eləməsin. O nə mənası var ki, dostlar? Yazırsınız ki, nə bilim, makler evidir. Odur, budur. Maklerlər də gözəl tikir, əla tikir. Bax, bu ev, yenə deyirəm, şəxsi tikilidir. 3 sot torpağın içindədir. Evin qapısına kimi, yəni darvazanın ağzına kimi asfalt yoldur. Baxın, həyətində bisetkası var. Kuxuna mebeli var. Hamam tuvaletin aksesuarları var. Kombisi var, radiatorları var. Əkin əkmək üçün burada belə yer saxlanılıb. 3 sot torpağın içində. Pəncərələr şəbəkə, panorama. Padvalına nəsə yığın mağazada belə var. Yerdən kürsülü, qoşadaş. Evin ətrafı yaşayış yerlərdir. Məhəlləni göstərəcəm sizə. Baxın, bura həyətidir. Bax, kombini göstərəcəm sizə. Hamısı təzə. Təzə. Özü də balkonlu evdir, dostlar. Balkondan mətbəxə, mətbəxdən balkona keçmək olur. Bax, bura evin sağ hissəsidir. Kombisidəki təp-təzə kombidir. Baxın. İndi sizə məhəlləni göstərəcəm. Bir dənə baxın. Deməli, dostlar, evin əsas məsələlərdən biri də pəncərələrinin divara baxmamağıdır. Bu tərəfdə də yer saxlanılıb, divara baxmır və evin sol tərəfində də pəncərələr var. O da məhəlləyə baxır. Keçək məhəlləni də bir dənə sizə göstərim. Baxın ki, qapıya kimi asfalt yoldur. Magistral yola da yaxındır. Sudur, işıqdır, qazdır, bunları demirəm. Bunlar yəni daimidir. Kəsilmək söhbəti yoxdur. Baxın, dostlar, buyurun. Bu darvazadan çıxdıq. Yola da yaxındır. Yolla arası hardasa bir 100-150 metrdir magistral yolla. Görürsünüz, asfalt yoldur. Bu da ev. Evində bayaq dedim, indi deyirəm. Baxın, sol tərəfində pəncərəsi. Görürsünüz, məhəlləyə baxır. Sağ tərəfində də ki, demək olar ki, pəncərələrin heç biri divara baxmır. Qapıya kimi də gördüyünüz kimi asfalt yoldur. Çox gözəl evdir, çox əla evdir. Sayğacları da ki, hamısı qoyulub ora. Qazdır, işıqdır, sayğacları hamısı yerində. Baxın, dostlar, belə bir evdir. Keçək evin içində göstərim sizə. Ətraf, yenə deyirəm, dostlar, yaşayış yerləridir. Baxın. Mətbəxi buradan göstərim sizə. Baxın. Baxın, bura mətbəxidir. Burada da belə balaca pişik var. Boğdu günə maşallah nə boydadır. Adamla oynayır, tifili pişikdir. Baxın, mətbəx. Mətbəx istif oldu. Mebellər yığılıb. Pişik ya, gözdə qapını bağlayayım. Ay, sağ ol. Keçək evə. Çox geniş evdir, çox əla evdir, dostlar. Baxın, bura koridor. Yer, laminat. Bir dənə ayaqqabılarımızı çıxaraq şərfitləri giyinək. Geniş koridordur, gördüyünüz kimi. Bax, koridorun bu hissəsindən də şkaf yığa bilərsiniz, böyükdür. Baxın, bir dənə məsafəyə çox böyükdür. Baxın, həmsinin burada da. Baxın, yığa bilərsiniz. Bir şeyini gələcək dalımıza. Bax, hara gəlirəm, gəlir dalımıza. Bax, bura hamam tualetidir. Baxın. Baxın, hamam tualeti. Bir şey də gəldi. Bir şey də təqdimata, bir şey də qoşulub. Baxın, burada da bir yataq otağıdır. Böyükdür. Böyük yataq otağıdır. Radiatorları var. Kombinin özü var. Koridorun genişliğini gördünüz.
Burada da bir yataq otağıdır. Görürsünüz, böyük yataq otaqlarının hamısı. Heç biri də divara baxmır. Bax, burada da radiatorlar yerindədir. Şey. Bax, burada zal. Bax, böyük bir zalı var. Dostlar, ev haqqında bir də məlumat verim sizə. Baxın, pəncərələrdə şəbəkədir, panoramalı, yerdəndir, qəşəng göstərdi yəni. Ev 3 sotun içində, 3 otaqdır, demək olar ki, giriyaşa evdir. Kuxuna mebeli var, hamam tualetin aksesuarları var, kombi var, radiator var, hər bir şeyi var dostlar, hər bir şeyi. 3 sotun içində 3 otaq, kupçalı evdir. Qapıya kimi də asfalt yolu. Qiyməti 105.000 manatdır dostlar. Ünvandakı Məhəmməddidədir. Məhəmmədin gözəl yerində. Əlaqə saxlayarsınız dostlar. Allah hamıya ev nəsib etsin, evi olmayanlara. Çox gözəl evdir, çox əla evdir. Həm də şəxsi tikilidir. Şəxsi tikili ev çox istəyirdiniz. Mən dedim, qoy çəkim göstərim sizə. Sağ olun dostlar, salamat qalın.